Fermerin rifahı aqrar sahənin inkişafıdır. Fermerin real dostu başladı. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bugün çox maraqlı və bir faydalı mövzudan danışacağıq, amma əvvəlcə aqro xəbərləri izləyək. Azərbaycanda bağçılıq subsidiyasının verilməsi nəzərdə tutulur. Bununla bağlı Prezident İlham Əliyev kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası yenilənib. Bağçılıq subsidiyası fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə olunmasına, müasir suvarma sistemlərinin qurulmasına və tinklərdə fitopatoloji analizlərin aparılmasına sərf olunan xərclərin bir hissəsinə kompensasiya etmək məqsədi ilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Kənd Təsərrüfatı Nazirliyi bir illik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Yeni dəstək aləti aqrar sahəyə özəl sektor vasitələrinin yönəldilməsini təşviq eləyəcək. Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19%-dək müəyyən olunub. Bu kreditlər çəltik, qarğıdalı, darı, sargo, digər dənli və dənli paxlalı bitkilər, həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər, pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək. Yəni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisitlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti bir ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər. Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə elektron kənd təsərrüfatı informasiya sistemində bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyaclara yaranan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər. Son günlər Azərbaycanın müxtəlif regionlarında hava şəraitinin qeyri-sabit olması, intensiv yağış, dolu, sel, su basma, fırtına və qasırğa kimi təbiət hadisələri kənd təsərrüfatına və əkin sahələrinə əhəmiyyətli ziyan vurub. Bu hadisələrlə bağlı sığortalanmış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna təqdim olunan zərər müraciətlərinin sayında kəskin artım müşahidə olunub. Güclü yağışların yeni dalğasına başladığı may ayının əvvəlindən bugünədək Aqrar Sığorta Fonduna ölkənin 35 rayonundan 3500-dən artıq müqavilə üzrə zərər bildirişləri qeydə alınıb. Müraciətlər Abşeron, Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Zaqatala, Qax, Daşkəsən, Göygöl, Kürdəmir, Neftçala, Ağdam, Ağsu, Biləsuvar, Füzuli, Şahbuz, Qəbələ, Qusar, Şamaxı, Samux, Şəmkir, Xocalı, Yardımlı, Qazax və digər rayonları əhatə eləyir. Bu müddət ərzində Aqrar Sığorta Fonduna daxil olan zərər müraciətləri 53 min hektar əkin sahəsini əhatə eləyən müqavilələrə aiddir. Həmin ərazinin 52 min hektarı taxıl sahələri, arpa və buğda əkinlərindən ibarətdir. Zərər bildirişləri eyni zamanda alma, armud, badam, ərik, fındıq, gilas, nar, nektarin, pambıq, qoz və şaftalı bitkilərini də əhatə eləyib. Dəyən zərərin miqyasından və baş vermiş hadisənin xarakterindən asılı olaraq fermerlərə sığorta ödənişlərin verilməsi barədə müvafiq qərar qəbul olunacaq. Sığortalanmış fermerlərə zərər kompensasiyaları qanunvericiliklə müəyyən olunmuş prosedura uyğun olaraq həyata keçirilir. Fermerin real dostu davam edir. Əziz əməkdaşlar, dəyərli tamaşaçılar, ölkəmizdə aqrar sahədə, kənd təsərrüfatında ən aktiv, ən fəal dövrlərdən biridir deyə bilərik. Çünki hal-hazırda müxtəlif regionlarda artıq taxıl biçininə start verilib. Taxıl Azərbaycan üçün strateji bir sahədir, taxılçılıq və bu biçinlə bağlı ümumiyyətlə vəziyyət nə yerdədir?
Kombaynlarla bağlı fermerlərimizin tez-tez müraciəti olur fermerin real dostuna və bax bu sahədə xüsusən də Kənd Təsərrüfatı Nazirliyinin önəmli bir qurumu var, Agroservis Açıq Səhmdar Cəmiyyəti. Vacib işləri görürlər. Həmin qurumun nümayəndəsi buradadır. Mən böyük məmnuniyyətlə həmin şəxsi qonağımızı təqdim eləmək istəyirəm. Agroservis Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müşaviri, texnika elmləri doktoru, professor İsrafil İsmailov bizimlə bərabərdir. İsrafil müəllim, mən sizi görməyə çox şadam. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Bütün fermerin dostu verilişini izləyən, o verilişi hazırlayan televiziya şirkətinə, o izləyənlərə minnətdarlıq edirəm ki, belə bir çox məhsuldar bir dövrdə bu görüşün təşkilinə rəvac veriblər. Sizə uğurlar arzulayıram. Çox sağ olun. Sizin də bilirəm ki, işləriniz çoxdur. Nəinki yəni sizlə bərabər çiyin-çiyinə çalışan Agroservis Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları bəziləri hətta bölgələrdədir, bilirik, bəziləri Bakıda iş başındadır. Necə deyərlər, fermerlər qədər onlar da zəhmətlə, əziyyətlə o işin başındadırlar. Çünki taxıl biçini vacib bir dövrdür. İstəyərdim söhbətimizə oradan başlayaq ki, İsrafil müəllim, bu il əvvəlki illə müqayisədə ölkə üzrə nə qədər taxıl əkilib və onlardan nə qədər deyək ki, buğdadır, hansı miqdarı arpadır? Bax, söhbətimizə buradan giriş verək. Təşəkkür edirəm, çox maraqlı, vacib sualdır. Əvvəlcə onu qeyd edim ki, siz çox düzgün qeyd etdiniz ki, taxıl biçini, prosesi çox məhsuldar bir dövrdür. Ona görə ki, fermerlərin, kənd zəhmətkeşlərinin il boyu, deyək ki, ötən il taxıl biçini qutarandan sonra bugünə qədər çəkdiyi zəhmətlərin son mərhələsi taxılın və nəticəsi biçilməsidir. Bəli. Ona görə də bu fermerlərin özlərinin gözləntiləri, o insanların ərzaqla təminatı məsələsi bu mərhələdən önəmli dərəcədə asılıdır. Lakin burada bir məsələni mən qeyd etmək istəyirəm ki, taxıl biçini və ümumiyyətlə kənd təsərrüfatı prosesləri hamısı mövsümi xarakteri daşıyır. Və o mövsümdə əgər gözləntilər normal olsa, hər şey uğurla nəticələnə bilər. Bu təbiidir. Amma çox təəssüf olsun ki, siz özünüz də bizim hamımıza şahid olduq ki, ötən aylarda iqlimdə olan dəyişikliklər müəyyən çətinliklər yaratdı. Amma taxıl üçün son dərəcə əhəmiyyətli idi. Onu demək istəyirəm ki, o çətinliklə bərabər əhəmiyyətlidir. Ona görə ki, taxıl boya verirdi, sümbül formalaşırdı və dən yetişirdi. Bu proseslərin fonunda mən qeyd etməliyəm ki, ötən illərdən belə biraz aşağı-yuxarı rəqəm fərz et, təxminən 1 milyon civarında 3 il, 4 il, 5 il bundan öncə 1 milyon hektar taxıl əkillərdir. Həm arpa, buğda və digər dənli bitkilər. Lakin son dövrlərdə bu əkin məhsuldarlıq artdıqca, hektardan məhsuldarlıq artdıqca insanlar o sahələrinin bir qismini başqa məhsullara yönəltməklə taxılın demək sahəsində bir qədər azalma hissi müşahidə olunur ki, bu da məsələn bu gün üçün 948.229 hektar taxıl əkilib. Onun 51% arpadır, 49% buğdadır. Arpa üstünlüyü təşkil edir. Bəli, bu sualınızın mahiyyəti elə burada açılacaqdır. Niyə? Ona görə ki, ötən illərdə 55 buğda, 45 taxıl bu civarda formalaşırdı əkin sahələri. Amma indi görürsünüzmü, arpa artıq buğdanı üstələyib. Bu günləri ölkəmiz aqrar sahənin inkişafı üçün çox böyük bir dövlət sənədinin tətbiqi ilə əlaqəli, icrası ilə bağlı məşğuldur. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Respublikasında kənd təsərrüfatının, balıqçılığın və akvakultura məhsullarının istehsalı və emalı ilə bağlı 2026-2030-cu illər üçün dövlət proqramı qanunur. Bu dövlət proqramının qarşıya qoyduğu hədəflərdən biri kənd təsərrüfatında qeyd olunan sahələrdə həm məhsul istehsalı, həm də o məhsulların ilkin emalı, hazır məhsula çevrilməsi prosesi üçün mühüm şərtlər nəzərdə tutulur. Yəni əlavə dəyərin yaradılması. Bəli, bəli. Yəni bunlar, məsələn deyək ki, biz tutaq ki, kənd təsərrüfatı məhsulunu xam mal kimi əgər istehsala verirsə ya satışa göndərirsə, xarici ölkələrə ixrac edirsə, bunun emalından gələn əlavə dəyər özü ilə bərabər xaricə gedir. Və ona görə də o məhsulların, möhtərəm cənab prezidentin xüsusi tapşırığı ondan ibarət oldu ki, Respublikada həmin məhsulların
istehsalı və emalı ilə bağlı təsərrüfatları formalaşdırsın ki, bu təsərrüfatlarda məsələn pambığın deyək ki, pambığın hazırlanmış mahlıcın ipliyə çevrilməsi və onun toxuculuq sənayesində formalaşmış müəssisələrdə hazır məhsullar gətirilməsi. Burada iş yerlərinin açılması, yeni tekstil müəssisələrinin yaradılması, yeni tekstil müəssisələri, texnologiyaların gətirilməsi, məşğulluğun yüksəlməsi, insanların əmək haqqı səviyyəsinin artması və ümumi gəlirin yüksəlməsi. Eyni zamanda hazır məhsulların xaricə ixracı ilə bağlı əlavə dəyər gətirəcək. Yəni xarici kapitalın respublikaya axınını biraz da sürətləndirəcək. Bu çox önəmlidir və hesab edirəm ki, burada buğda xüsusilə önəm təşkil edir. Çünki bizdə demək ki, ərzaqlıq buğda ilə təminatın məsələsi, bəli, xüsusi proqram qəbul olunub. 100 manat əlavə subsidiya var buna görə. Bəli, bundan ötürü də subsidiyaların həcmi artırılıb, əlavə ödənişlər, güzəştlər tətbiq olunub. Mən hesab edirəm ki, bax burada biz bu günləri insanlarımız kənd təsərrüfatı ilə məşğul olan, buğda ilə, arpa ilə, istehsalı ilə məşğul olan insanlar bu məsələyə diqqət verməlidirlər ki, ərzaqlıq buğda üzrə ölkənin özünü təminatı səviyyəsinin yüksəldilməsinə ciddi hazırlıq və təşkilatı işlər aparılsın. Burada ikinci bir məsələ nədən ibarətdir? Burada ərzaqlıq buğdanın genişləndirilməsi, istehsalın çoxalması üçün şərtlərlə var. Birinci növbədə sahənin hazırlanması. Fermerlərə xidmət göstərərkən ərazilərin xəritəsini formalaşdırırıq. Orada məhsuldarlıq nə qədər olur? Fermerə təqdim edəndən sonra fermer o xəritələrlə müəyyənləşdirir ki, sahənin hansı hissəsində məhsuldarlıq yüksək olub, hansı hissəsində orta olub, hansı hissəsində aşağıdır. Və bunların mahiyyəti əsas səbəbi torpaq səthinin düzgün hamarlanmaması. Yəni orada suvarma üçün əhəmiyyətli olan o suyun itkisinin qarşısını almaq üçün lazerli mala ilə hamarlanmanın aparılmasının önəmli olmasıdır. Bəli. İkinci, damcılı suvarma sisteminin tətbiq olunmasıdır və əsas məsələlərdən biri ərzaqlıq buğdanın daha rəqabət qabiliyyətli və ölkə şəraiti üçün əlverişli olan buğda sortlarının istifadə olunması, var o buğda sortları yetişdirilibdir, sınaqdan keçirilibdir. Onların tətbiqi üçün lazımdır ki, orada buğdanın həm sahəsi çoxalsın, həm də məhsuldarlıq. Bizim üçün Kənd Təsərrüfatı Nazirliyində möhtərəm cənab prezidentimiz taxılın hədəf məhsuldarlığı 5 ton civarında, hektardan 5 ton civarında qoyulub. İndi biz bu məhsuldarlığa çatmaq üçün söz həm agrotexniki əməliyyatların vaxtında yerinə yetirilməsinə, itkilərin qarşısının alınmasına xüsusi önəm verməliyik. Digər tərəfdən dediyim bax bu keyfiyyətlər, torpağın hazırlanması, bitkinin agrotexniki müddətində, vegetasiya dövründə ona xidmətlərin düzgün aparılması, vaxtında aparılması çox önəmlidir. Bax, burada bir incəliyi mən demək istəyirəm. Bir var faktiki itki, yəni ki, bitkini yığar zaman baş verən itki. Kombaynla taxıl biçirsən, orada gedən itki. Bir də var bioloji itki. Bax, o bioloji itki biçinə qədərki dövrdə agrotexniki əməliyyatların vaxtında yerinə yetirilməməsi və düzgün yerinə yetirilməməsi səbəbindən itkilər olur. O gözlə görünmür, amma son məhsulda özünü göstərir. Doğru. Ona görə də agrotexniki əməliyyatlar vaxtında və düzgün agrotexniki qaydalarına yerinə yetirilməlidir. Vaxt demişkən, nəyin vaxtıdır? Hal-hazırda biçin başlayıb da, düzdür? Bəzi aran rayonlarında mən bilirəm, yeri gəlmişkən burada necə deyərlər, o qolunu çirməliyib, o kombaynların üzərində, sahələrdə taxıl biçən bütün fermerləri, zəhmətkeşləri həm salamlayıram, həm də məhsulunuz bol olsun deyirəm. Bax, bu biçim prosesi mərhələlər olaraq hansı hissələrə bölünür və bu necə təşkil olunur? Ölkə olaraq və eyni zamanda bu prosesdə agroservis kimi hansı işləri görürsünüz? Çox maraqlı sualdır. Mən sizə bir söz deyim. Bu taxıl prosesi, yığımı prosesi ölkənin taxıl əkilmiş sahələrinin relyefindən önəmli dərəcədə asılıdır. Məsələn, elə ölkələr var ki, orada taxıl əkilmiş sahələrin ölkə boyu relyefi bir relyefə aiddir. Məsələn, düzənlikdir ya dağa təyidir, misal üçün. Orada kombaynların, yəni yığımın təşkili və kombaynlardan istifadə məsələsi biraz fərqli olur. Ona görə ki, eyni zamanda taxıl biçini başlayır, eyni zamanda həm arpa, həm buğda ardıcıl olaraq başlayır, paralel olaraq gedir və onu məhsulunu götürürlər. Amma bizim birinci buğda yığılır. Birinci arpa yığılır. Birinci arpa başlayır. Səbəb nədir? Maraqlıdır mənim özümə də. Marağı ondan ibarətdir ki, arpa bilirsiniz ki, vegetasiya müddəti buğdaya nisbətən bir 10 gün, 15 gün tezdir. Daha tez yetişir. Daha tez yetişir. İkincisi, arpa yetişdikdən sonra o kövrək bitkidir.
Yəni onun sümbülünün samana birləşən hissəsi çox incə və zərifdir. Vaxtında Əgər yığılmasa, onu vaxtında yığılmasa, tökülür müəyyən sahəyə. küləkdən, müəyyən təsirlərdən o qopub düşə bilir. Yəni o qopdusa onun yığılması artıq çətinləşir. Mümkünsüzdür. Kövrək olduğu üçün onun yetişmə həddi var. Yəni 16 dərəcə nəmlikdə yığıb götürülməlidir. Aqronomlar sahəyə baxırlar və bunun vaxtında kombayni sahəyə Bəli, buraxmalıdır. müəyyənləşdirirlər ki, bu sahədə artıq nəmlik həmin yığıma icazə verən uyğundur. həddədir. Orada artıq yığımı aparmaq mümkündür. Nəmlik həddindən artıq yuxarı olanda, o normadan yuxarı olanda da yığılması düzgün deyil. Çünki o artıq tam yetişməmiş formadadır. Demək Yaş ki, olacaq da dəm belə. formalaşmayıb və nəmliyi çox olduğu üçün onun saxlanılması çətinləşəcək. Həm də qidalı maddələri az olacaqdır. Ona görə optimal o yetişmə dövründə onu Konkret bir yığmaq lazımdır. tarix var da, Bəli. gün var, aralıq var. Bəli, həmin dövrdə onu yenə deyirəm, siz düz dediniz, aqronomlar müəyyənləşdirir ki, bəli, bunun vaxtıdır, biçilməlidir. Ondan sonra buğday, amma buğda ilə arpanın digər bir fərqi də ondan ibarətdir ki, buğda arpaya nəzərən gec yığıldıqca onun dəni ağırlaşır. Daha çəki götürür. Çəki götürür, məhsuldarlıq yüksək olur və onun itkisi azdır arpaya nisbətən. Taxıl sahələrimizin hardasa 60-65% düzən aran zonaları ərazisindədir. 25-30% dağ ətəyi, yerdə qalan 8-10% isə dağlıq ərazilərdə. Yəni ki, dəmiyə olan ərazilərdir. İkisi də dəmiyədir. Yəni dağ ətəyi və dağlıq dəmiyədir. Aran zonasında isə suvarma. Belə çıxır ki, məsələn bir yuvarlaq götürsək, 1 milyon hektarın 600-650 mini aran zonasına düşür. Yerdə qalan hissəsi, yəni bunlar suvarılan sahələrdədir. O birisi isə dəmiyə, yəni yağışın yağmasından asılı olaraq inkişafı mövcud ola bilən vəziyyətdədir. Burada biz apardığımız elmi araşdırmalar, elmi tədqiqat işləri sayəsində belə bir layihə işlətdik, belə bir forma işlətdik ki, bütün ölkə üzrə olan texnikalar, deyək ki, düzənlikdə, rayonlarda, dağ ətəyi ərazilərdə və dağlıq ərazilərdə artıq formalaşdırıbdır. Özəl müəssisələr, özəl sahibkarlar və aqroservisin həmin rayonlarda olan bölmələrində. Əgər biz baxsaq ki, Aran rayonunda olan 600-650 min hektar sahəni təkcə Aran rayonlarında yerləşən o kombaynlarla yığsaq, onda biz taxılın içinə yol vermiş olarıq. Ona görə orada bir 15 gün, 10 gün fərq var yetişməsinə. Demək, zaman, məkan və taxılın yetişməsi prinsipi ilə dislokasiya modeli işlədik. Yəni bu model onun ibarətdir ki, Aran rayonunda arpada tez yetişir, ondan sonra da buğda yetişir. Dağlıq və dağ ətəyi və dağlıq rayonlarda olan kombaynları dislokasiya edir Aran rayonlarına. Bir müvəqqəti olaraq. Bəli, bir 10 gün, 15 gün. O öz rayonlarında taxıl yetişənə qədər. Buradakı taxılı yığıb qurtarandan sonra artıq həm o kombaynlar geriyə qayıda bilər, orada artıq arpa gəlib özünü çatdırır, bu geri qayıdacaqdır və burada tamamilə arpa qutarıb, arpa buğda qutarandan sonra bu kombaynlarda işləyənlər yuxarı dağ ətəyi və dağlıq rayonlara qalxıb işləyə bilər. Yaxşı, bu dislokasiyanı idarə eləmək çox çətindir axı. Yəni bir kombayna demək ki, misal üçün sən Şəkidəsən, yəni təbii ki, bunlar hamısı biçinə hazırlıq dövründə olub da, düzdürmü? Şəkidən traktorunu gətir Kürdəmirə, şərti olaraq deyirəm. Və yaxın, nisbətən daha yaxın, Şəkidən Yevlağa daha yaxındır, Yevlaqda taxıl sahələri çoxdur. Bunu necə tənzimləyirsiniz? GPS qurmusunuz, yoxsa telefondan zəng edirsiniz, maraqlıdır. Əvvəlcə mən sizə deyim ki, bu biçinə hazırlıq ərəfəsində artıq bir neçə ildir bu tətbiq olunur. Artıq biz bilirik ki, hansı Aran rayonlarında taxıl tez yetişəcəkdir. Əvvəlcədən bizim o həm özəl şirkətlər, həm o sahibkar texnika sahibləri, kombayn sahibləri də bilirlər ki, kombaynları Aran rayonuna cəlb etmək lazımdır. Yəni bu artıq hamısı belə deyil, aqroservisin nəzarətində baş verir. Biz ancaq öz kombaynlarımıza nəzarət edirik. Biz özəl servislərə, özəl servis deyək ki, o kombayn sahiblərinə və şirkət texnikalarına biz nəzarət edə bilmirik. Elə bir mexanizmimiz yoxdur. Amma məsələ burasındadır ki, biz əvvəlcədən bu işləri planlaşdırırıq ki, hansı rayonda gec yetişəcəksə taxıl, o rayonların kombaynlarını rəsmi şəkildə müəyyənləşdiririk, təyinat veririk. Onlar hansı rayonlarda işləyir.
işləyəcəklər, onlar bilinir. Bu gün bizdə bir hardasa 651 kombayn artıq yığıb biçinə tam hazırdır agroservisdə. Ümumi şəkildə götürdükdə respublika üzrə 1450 ədəd kombayn civarında tam saz vəziyyətdə olan kombaynlar var və ola bilsin ki, bu biçinin daha... Kombayn sayı sanki artıb əvvəlki illərdə. Bəli, əvvəlki nisbətən artır. İkinci bir tərəfdən daha bir 50 və 100 ədədə yaxın kombaynı biçinin o razqar vaxtında, daha deyək ki, gərgin vaxtında sahəyə buraxmaq mümkünsüz. Ən qaynar vaxtında biçinin. Ən qaynar vaxtında. Məsələn, onları belə arpa və buğda üstə düşəcək. Prosesə qoşursunuz. Bəli, onda fermerlər öz sahələrini rahat arxayın biçə biləcəklər. Və burada bu planlaşdırma, məsələn, biz bu dəqiqə Respublikanın bu gün üçün 660 kombayn sahədə işləyir. Siz bayaq qeyd ediniz ki, Kürdəmirdə, Salyanda, Sabirabadda, Yevlaxda və digər rayonlarda artıq arpa biçini gedir. Və bu gün biçilən yalnız arpadır. Bugünə olan məlumata hardasa 42 min hektara yaxın arpa artıq biçilib. Bəli, yəni bu bugünə olan məlumat budur. Bugünə bəli, olan məlumat 42 min hektar. Bunun özü də böyük göstəricidir. Baxmayaraq ki, hava biraz yağıntılı keçdi, amma ona baxmayaraq o yığım prosesi yağıntı kombayna mane olur da təbii ki, biz bilirik. Və bizim agroservisin 255 kombayını artıq dağlıq və dağətər rayonlardan dislokasiya olunub aran zonasına. Və bundan sonra bir 50 kombaynda əlavə peridislokasiya eləyə bilər. Niyə? Çünki artıq ayın 12-si, 15-dən sonra o dağətər rayonlarda artıq arpa yetişəcək. Ona görə onların da geri qayıtması məsələsini siz deyirsiniz ki, burada transportirovka, yəni nəqliyyat məsələsi önəmlidir. Bəli. Və burada mən yəni yolla hərəkət eləyə bilməzlər kombayn. Bunun üçün xüsusi nəqliyyat vasitələri var ki, o çox böyük kombaynları, yeni gəlmişkən kadrlarda görürük. Müxtəlif modellər var. Bu kombaynları aparmaq üçün müəyyən bir nəqliyyat vasitələri lazımdır. Tərtibatlar var və yeri gəlmişkən burada elə siz bayaq düzgün qeyd etdiniz. Mən onu xüsusi vurğulamaq istəyirəm. Çünki bu kombaynlar bir var, sahədən sahəyə hərəkət edirlər. Orada təhlükəsizlik yoxdur. Amma bir də var ki, magistral yola çıxıb tutaq ki, bu rayondan başqa rayona gedirlər. Orada o kombaynların hamısının işıq siqnalizasiya sistemi var, orada qoşulu olur. Və o kombaynlar yəqin ki, özləri bilirlər, az sürətli olduğu üçün yolun sağ kənar hissəsi ilə gedirlər. Burada qarşılıqlı olaraq həm yol nəqliyyat iştirakçılarından hamısından xahiş olunur ki, belə hallarda onu nəzərə alsınlar. Çünki kombayn iş dalınca gedir. Mütləq deyil ki, özü də vacib iş, fermerin sayəsini yığmağa gedir. Bəli. Orada mütləq deyil ki, əgər orada tutaq ki, 110 saatda 110 kilometr qoyulubsa elə başa qədər 110. Harada elə bir texnika ilə rastlaşdıqda yəqin ki, sürəti azaltmaq və təhlükəsizliyi gözlətmək üçün müəyyən tədbirlər görülməlidir. İsrafil müəllim, mənə çox maraqlıdır bilirsiniz nə? İndi fermerlər deyəcək ki, bax bu sualı istəyirdik səsləndirəsəm. Ərazilərin biçini zamanı növbəllik prinsipi necə qurulur? Yəni, məsələn, götürək elə, nə bilim, Kürdəmir rayonu və ya Hacıqabul rayonunun müxtəlif kəndləri var. O kəndlərdə bəlli bir sahədə, deyək ki, 50 hektar taxıl əkilib, buğda əkilib və ya arpa əkilib, fərqi yoxdur. Siz onu necə müəyyənləşdirirsiniz? Necə təyin edirsiniz ki, birinci hansı kəndin sakinlərinin ərazisi biçilməlidir, sonra növbə? Yəni, bu növbəllik hansı prinsiplə təyin olunur? Siz çox düzgün vurğuladınız, bu çox önəmli məsələdir. Birinci növbədə ona görə önəmlidir ki, taxıl bir ərazidə yetişəndə hamısı birdən yetişir. Yəni, burada 1%, 2% fərq olar. Ona görə də bizim fermerlər haqlı olaraq öz sahələrinin tez biçilməsini arzulayırlar. Hamı istəyir ki, birinci 10 sahəsi. Birinci 10 sahəsi. Ona görə də biz, yəni agroservis olaraq birbaşa fermerə xidmət göstərmirik. Kombaynları, bizim mexanizatorlar, rayonlarda olan mexanizatorlar müqavilə əsasında bizdən icarəyə götürürlər. Və onlar artıq o rayonda fəaliyyət göstərəcəklər. Hansı rayonda ki, onlar məskunlaşıblar. Bizim Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda struktur bölmələri var. Daim var. Daimlər, Dövlət Aqrar İnkişaf Mərkəzi. Texniki nəzarət müfəttişliyi var. Və digər tərəfdən rayon icra strukturlarının, deyək ki, bələdiyyənin icra nümayəndəliyi kəndlərdə mövcuddur. Yəni, bu yerli strukturlar birlikdə ayrı-ayrı kəndlər üçün o kombaynların ardıcıllığını müəyyənləşdirirlər. Məsələn, deyək ki, prinsip etibarilə belə yanaşsaq ki, hər kəndə bir kombayn qoyaq, Azərbaycanda 2400 kənd var. Yəni, hər kəndə bir kombayn qoymaq qeyri-mümkündür. Amma elə kəndlər var ki, orada sahə çoxdur, orada mütləq bir kombayn ayrılır. Amma elə 3 kənd, 2 kənd var ki, orada taxılın sahəsi, deyək ki, o bir kəndə nisbətən
azdır. Orada növbə ilə bu kəndin, o biri kəndin və belə ardıcılığına yığmaq mümkündür. Amma burada bir məsələ var, mən onu xüsusi vurğulamaq istəyirəm. Bizim fermerlərimiz bir qədər dözümlü olmalıdır, bir qədər tolerant olmalıdır. Heç kəsin taxılı yerdə qalası deyil. Azərbaycanda kənd təsərrüfatında həm traktorlarla, həm kombaynlarla, həm digər əməliyyatları yerinə yetirən asma və qoşma kənd təsərrüfatı texnikasının təminat ən yüksək səviyyədədir. Özdə burada bir məsələni də vurğulayım ki, möhtərəm cənab prezidentimiz bunu həmin iclasda qeyd elədi, müşavirədə qeyd elədi, bəli. Azərbaycanda kənd təsərrüfatı texnikası parkı artıq yenilənmişdir. Yəni deyək ki, biz 2004-cü ildən bu üzü belə texnika lizinqə vermək ilə kənd təsərrüfatı texnikasını insanlara lizinqə verdik, amma artıq son dövrlərin texnikaları daha üstünlük təşkil edir. Ən müasir, bayaq siz dediyiniz kimi, onun hərəkətini pek vasitəsilə izləmək üçün GPS quraşdırılmış kombaynlarda hamısı. Mən səhv eləmirəmsə, bu kombaynların modelləri bilmirəm hansı modellərdir. Yəqin ki, hamısında var və ya hansında olan siz deyəcəksiniz ki, siz onların yığdığı taxılın miqdarını ölçə bilirsiniz və sonra orta məhsuldarlığı hesablaya bilirsiniz. Bəli. Demək, biz qeyd etdiyim kimi bütün kombaynlarımızda GPS izləmə sistemi var. Biz onun hansı sahədə işlədiyini, gün ərzində demək, nə qədər iş gördüyünü, onu müəyyənləşdirirlər, məhsuldarlığını müəyyənləşdirirlər və sistemləşdirirlər. Mən deyim ki, həm Kənd Təsərrüfatı Nazirliyində, həm Agroservis Açıq Səhmdar Cəmiyyətində taxıl biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar qərargah formalaşdırıldı. Bu qərargahın üzvləri hardadır? Qərargah Bakıdadır, bəli. Agroservisin binasında. Bəli, Agroservisdədir. Orada onu izləyirlər və bizim həmin qərargahın üzvlərinin bir qrupu artıq rayonlardadır və növbəti günlərdə də maarifləndirmək üçün rayonlara ezam olunacaqlar. Mexanizatorlar da təbii ki, öncədən maarifləndirilir. Təbii, onlarla mütləq hazırlıq işlər gedir. Artıq illərdir belə deyil, agroservislə çalışan mexanizatorlardır. Bu adamlar bilirlər ki, hansı formada, necə, nəyi, hansı kənddə, hansı qaydalarla eləmək lazımdır ki, itkiyə yol verilməsin. Yəni burada birinci siz dediyiniz kimi, yəni gözlənilməlidir növbəli prinsipi və tutaq ki, kiminsə bir dənə sahəsi buradadır. Bəzən görsən deyir ki, mənim bir 50 kilometr o tərəfdə bir dənə də sahəm var. Kombayn ilə bunu biçibsə, geçsin, onu da bitsin. Bu biraz qeyri məqsədə uyğundur. Ona görə ki, 50 kilometr yolu kombayn 3 saata gedəcək. O 3 saatın ərzində 4 dənə, 5 dənə fermerin sahəsini biçə bilər. Yəni ki, bu siyahıya alınma dedimi bayaq? Yəni siyahı deyəndə növbələşmə prinsipində siz nisbətən daha az ərazisi olan və sosial baxımdan daha çox belə deyək də ehtiyacı olan insanlara önəm verirsiniz. Təbii. Bizim üçün bütün fermerlər, bütün vətəndaşlar eynidir, yəni sizin üçün. Amma xüsusi olaraq yanaşmanız var da. Biz belə yanaşırıq ki, bizim əkin sahələrimizin 60-65% 3 hektardan aşağıdır. Birinci növbədə biz o 5 hektara qədər olan sahələri götürürük. Böyük sahələri onsuz da özəl şirkətlərin öz kombaynlar var. Onları biçib götürürlər. Amma burada bir məsələ var ki, siz onu bayaq haqlı vurğuladınız. Biz ötən illərdə 25 ədəd kombaynda məhsul izləmə bir sistemi deyən elektron sistem var. Onu quraşdırmışdıq. Bu il ötən ildən fərqli olaraq daha 25 ədəd kombayna, yəni 50 ədəd kombayna bəli, quraşdırılıbdır və bu rayonlarda artıq 24-25 rayonda mövcuddur və onlar taxıl yığımı prosesində tam iştirak edirlər. Bunun mahiyyəti nədir? Mahiyyət ondan ibarətdir ki, bu ən müasir kombaynlarda qoyulur. Mahiyyət ondan ibarətdir ki, kombaynçının kabinəsində monitor var. Bu kombaynda var o məsələn? Bəli, var. New Hollandda deyəsən. New Hollandda da var, əksəs New Hollandda, John Deere'lərdə də var, Sampo Rosenleft'də də var. Yəni bu kombaynlarda var. Kombaynçı öz oturduğu yerdən ekranda onu izləyə bilir. Kombayna əlavə olaraq demək, yeni qurğular, lazer tipli qurğular quraşdırılır. O, demək, taxılı biçilib bunkerə yüklənən taxılın həm nəmliyini müəyyənləşdirir, həm də onun həcmini müəyyənləşdirir və sonra onunla xüsusi çəkisindən çəkisinə keçirirlər ki, kombayn biçdiyi ərazidə nə qədər, hansı nöqtədə, hansı kvadrat metrdə nə qədər taxıl götürdü. Bu sonra cədvəl formasında çıxır və bu bizə nə verir? Bu bizə onu verir ki, biz bilək ki, bu sahədə aqrotexniki işlər necə aparılıb, sahənin hansı hissəsində məhsuldarlıq çoxdur, hansı hissəsində azdır və yaxud seyrəkdir. Gələcəkdə həmin o təsərrüfatın sahibinə bununla bağlı tövsiyələr verirsiniz. Biz təqdim edirik fermerə tövsiyələrimizi veririk.
verir ki, bax sizin sahənizdə Çox gözəl. bu bölmədə belə məhsuldarlıq olub, bu bölmədə belə məhsuldarlıq. O artıq o gələn il üçün, növbəti il üçün özünün planlarını qurur. Orada əgər lazer mala lazımsa onu tətbiq eləyir, damcılı suvarma lazımsa onu tətbiq eləyir. Bu günləri bilirsiniz ki, su məsələsi bir nömrəli məsələlərdən biridir. Su. Ona görə də suya qənaət etmək üçün lazerli malanın tətbiqi və damcılı suvarma sisteminin, ağıllı suvarma sistemlərinin tətbiqi Çox vacib. Çox önəmlidir. İsrafil müəllim, çox maraqlı məsələlərə toxunursunuz. Verilişimizin sonuna doğru bir sual verim. Proqnozlar nə deyir? Bu ilki taxıl biçinindən fermerlər və Azərbaycan, ümumiyyətlə özümüz, biz, hər birimiz nələr gözləməliyik? Proqnoz birinci iş növbədə odur ki, məhsul çox yüksək səviyyədə məhsul var. O məhsulu yığıb götürmək üçün kifayət qədər texnika var və hədəf var ki, biz taxılın məhsuldarlığını ötən illə müqayisədə deyək ki, daha çox olmasına çalışaq. Bunun üçün həm bizim deyək ki, respublikada olan mexanizatorlar, özəl texnika sahibləri, kombayn sahibləri və iri şirkətlər hamısı taxılın itkisiz yığılması üçün və vaxtında yığılması üçün çalışmalıdırlar. Hesab edirəm ki, bu illəri mütləq keçən ilki müqayisədə taxılın məhsuldarlığı yüksək olmalıdır. Bu mənim qənaətim belədir. Çünki sahələrə gəzmişik, müəyyən demək monitorinq aparmışıq və hesab edirəm ki, doğrudan da bu gözlənti olacaqdır və yəqindir ki, gələcək illərdə həm dövlətin özünün qoyduğu hədəflərdə çatmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin yerli strukturları, Nazirliyin aparat işçiləri və onun digər strukturları fermerlərlə birlikdə fermerlərə daha yaxın olmaq üçün, onlara texnikanın və gübrənin, digər texniki vasitələrin əlçatanlığını təmin etmək üçün hər cürə vasitələrdən istifadə edəcək. Ümid edirəm ki, bu il inşallah daha yüksək məhsul əldə olunacaqdır. Biz də buna ümid edirik, inanırıq. Sizin bu pozitiv, enerjili çıxışınızla da elə bu belə deyək də o notlarla da, pozitiv notlarla da verilişimizi yekunlaşdırırıq. Mən sizə minnətdaram. Təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Çox sağ olun ki, gəldiniz. Uğurlar arzulayıram. Təşəkkür edirəm. Əziz zəhmətkeş fermerlərimiz və ərazisində hal-hazırda taxıl biçənlər, xüsusən sizə də sözüm, bu aralar, bu günlər və qarşıdakı təxminən 1-2 ay ərzində bu biçin müddətində elə İsrafil müəllim gözəl dedi ki, biraz səbirli, təmkinli olun. Söz yox ki, hamı öz taxılının, fərqi yoxdur, o buğdadır, arpadır, digər dənli bitkilərdir, vaxtında sahədən yığılmasını istəyir, gözləyir və budana da çalışır və aylardır təbii ki, bunun necə deyərlər, yolunu gözləyir və əmin olun ki, inanın ki, o məhsuldarlıq elə sizin ürəyiniz istədiyi kimi olacaq. Biz də bunu arzuyuruq fermerin real dostu olaraq. Gələn həftə Real televiziyasında bu verilişin növbəti proqramında görüşəcəyik. Hələlik.